Dostlar, hər kəsə salam olsun. Bildiyiniz kimi, dövlət qulluğu qanunvericilik fənnindən video izahlar çəkirəm və bizim bugünkü mövzumuz icra hakimiyyəti olacaq. Gəlin, elə burada da qeyd eləmişəm icra hakimiyyətini. Gəlin bu haqda danışaq. İlk olaraq qeyd eləmək istəyirəm ki, 7-ci maddədə, Konstitusiyanın 7-ci maddəsində qeyd olunurdu ki, dövlət hakimiyyəti 3 qola bölünürdü. Məhkəmədir, qanunverici hakimiyyətdir və bir də icra hakimiyyətidir. Biz demişdik ki, icra hakimiyyəti, mən markerimi dəyişim, icra hakimiyyəti bütövlükdə prezidentə mənsub idi. Bunu yadınızda saxlayın. Məxsus yox. Niyə mənsub idi? Ona görə ki, prezidentin biz baxacağıq Nazirlər Kabineti var və bu Nazirlər Kabineti icra səlahiyyətlərini həyata keçirmək məqsədi ilə yaradılıb. Bax belə, bu bizim ilk maddəmizdir və daha sonra keçək digərinə. Digər maddəmizdə baxaq görək nə idi? Prezident seçkilərinin əsasları olmalıdır, yoxsa namizədə dair tələblər? Hə, namizədə dair tələblər. Baxaq, prezident, belə tələbləri yazıram. Siz dəftərinizdə daha yaxşı qeyd edərsiniz. Prezident olmaq üçün önəmli məsələlərdən ən vacibi budur ki, Azərbaycan Respublikası ərazisində 10 ildən artıq daimi yaşamalıdır. Baxın, 10 il plus yazıram və daimi sözünü yazıram və bunun da altından xətt çəkirəm. Niyə xətt çəkdim? Çünki imtahanda düşür. Bir dənə yalnız prezidentə namizədə dair tələblərdə bu var, 10 ildən artıq daimi yaşamaq. Digərlərində yoxdur. Yəni digər dediyim nədir? Birinci vitse-prezident və yaxud baş nazir, deputat və s. Və əlbəttə ki, ali təhsil tələbi var. Daha sonra ikili vətəndaşlığı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, seçki hüququna malik olan və s. Yəni bu dediyim digərlərində də var deyə onları yazmırıq. Bu belə. Daha sonra baxaq ki, prezident necə seçilir. Prezident seçkilərinin əsaslarına baxaq. Prezident 7 il müddətinə seçilir. Bunu yadınızda saxlayırsınız. 7 il müddətinə və onu da qeyd eləmək istəyirəm ki, burada limit yoxdur. Məsələn, Amerikada burada prezident 2 dəfədən artıq seçilə bilmir. Məsələn, fikirləşin 7 il, 14 il ondan sonra seçiləmir. Amma bizdə elə bir limit yoxdur. Bu arada yaş məhdudiyyətimiz də yoxdur. Bu öz yerində və əlbəttə ki, ümumi bərabər birbaşa seçki hüququ şəxsi, sərbəst və gizli səs verməklə keçirilir majoritar seçki sistemi əsasında. Yəni, çoxluğun səsinə dayanan bir seçki sistemidir. İndi keçək prezident seçkilərinə. Deməli, prezident seçkiləri necə olacaq? Namizədlər, belə deyim, iştirak eləyir və iştirak müddətində ən çox səsi toplayan namizəd də Azərbaycan Respublikasının prezidenti seçilir. Əgər birinci dövrədə bu səs toplanılmırsa, o zaman ikinci dövrə olacaq və ikinci dövrədə də belə deyim, ən çox səs toplamış 2 namizəd iştirak eləyir birinci dövrədən. Və onlar arasında da kim ən çox səsi toplayırsa, o da Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır. Biz bunu da bildik ki, necə olur. Daha sonra keçək digər maddəmizə. Digər maddəmiz baxaq görək hansıdır. Hə, prezident seçkilərinin yekunlarından danışaq. İndi səsvermə oldu. Axı bunu kimsə rəsmən elan eləməlidir ki, bu səsvermə hüquqi qüvvəsi olsun da. Bax, bunu Konstitusiya Məhkəməsi rəsmən elan edir. Konstitusiya Məhkəməsi bu arada 14 gün ərzində. 14 gün ərzində rəsmən elan eləyir ki, məhz Konstitusiya, prezident seçkilərinin yekunları, kim prezident seçilib. Daha sonra onu da qeyd edək ki, və 3 gün ərzində də prezident Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. Bax, yadınızda saxlayın bu müddətləri. Onu da qeyd edim ki, uşaqlar, biz deyirik 7 il müddətinə prezident seçilir. Amma bundan çox ola bilər, az da ola bilər bu arada. Necə olur bu? Biz keçmişdik qanunverici hakimiyyətdəki müharibə şəraitində olarsa, bu zaman Mərkəzi Seçki Komissiyasının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən məhz belə deyim, bu müddət uzadılır müharibənin sonuna qədər və yaxud hərbi əməliyyatların sonuna qədər. Tək müharibə yox və hərbi əməliyyatlar. Bu da belə uşaqlar. Güman edirəm ki, bura qədər hər şey aydındır. İndi növbətiyə baxaq, vitse-prezidentlərdən də danışım qısaca və buradan da elə ortadan yazım, sonra buranı silib keçərik digər mövzumuza. Vitse-prezidentlərdən danışıram. Vitse-prezidentlərdən nə var? Vitse-prezidentlər və birinci vitse-prezidentlər, onu da deyim, bir və digər vitse-prezidentlər. Bilirsiniz ki, birinci vitse-prezidenti də, vitse-prezidentlərdə prezident vəzifəyə təyin eləyir və vəzifədən də azad eləyir. Və onu da qeyd eləmək istəyirəm ki, vitse-prezidentin də şəxsi, belə deyək, bunun toxunulmazlıq hüququ var, şəxsiyyəti toxunulmazdır səlahiyyət müddəti ərzində.
Baxın, buradan da yazaq, səlahiyyət müddəti ərzində toxunulmazdır. Yəni, toxunulmazdır deyəndə nə demək istəyirəm? Yəni, şəxsi müayinə oluna bilməz və yaxud da ki, inzibati tənbih tədbiri görülmür bunun haqqında məhkəmə qaydasında. Ancaq cinayət başında yaxalanırsa, o zaman baş prokurorluğa göndərilir. Baş prokurorun təqdimatı ilə prezident bunun belə deyim toxunulmazlığına xitam verə bilər. Birinci vitse-prezidentin və vitse-prezidentlərin və eyni şəkildə də onu da qeyd etmək istəyirəm ki, vitse-prezidentin də ailəsi dövlət hesabına təmin edilir və xüsusi mühafizə dəstələri ilə təhlükəsizlik tədbirləri görülür. Yəni təhlükəsizlik də təmin olunur. Vitse-prezidentlər haqqında bir də namizədinə dair tələblərə də baxaq görək burada nə var? Burada uşaqlar tələblərdə, burada yazım tələblər. Burada 10 ildən artıq daimi yaşamaq tələbi yoxdur, tələblər. 10 il söhbəti yoxdur. Hə, ali təhsil var, ikili vətəndaşlıq məsələsi var, seçki hüququ olmaq var və s. Amma 10 ildən artıq yoxdur. Yalnız prezidentdə var. Bu da belə. Vitse-prezidentlər haqqında bu qədər. İndi gəlin sizlərlə digər məsələyə baxaq. Bu arada görüm orada nəsə qaldı mı demədiyim. Əslində bir şey qalmayıb burada, yəni bu haqda. Mən artıq prezidentin vəzifədən getməyi ilə bağlı məsələyə toxunmaq istəyirəm. Gəlin biz buna baxaq. Çünki hər imtahanda bu düşür uşaqlar. Deməli, prezidentin, buradan da qeyd eləyək, öz səlahiyyətlərini daimi icra edə bilməməsi. Və yaxud buna deyək ki, vəzifədən getmək yazıram mən belə. Siz də belə yaza bilərsiniz. Hansı hallarda vəzifədən gedir? Vəzifədən getmək. Deməli, birinci olaraq istefa. Özü istefa ərizəsini yazdıqda. İstefa ərizəsini yazıram. Bax, bu məsələ necə olur? İstefa ərizəsi Konstitusiya məhkəməsinə təqdim olunur. Konstitusiya məhkəməsi yoxlayır ki, görüm həqiqətən prezidentin özümü yazıb. O zaman bununla bağlı qərar qəbul edir və prezident vəzifədən getmiş sayılır. Bu birinci. İndi keçirik ikinci məsələyə. Prezident öz səlahiyyətlərini daimi icra edə bilmədikdə, öz səlahiyyətlərini icra edə bilmədikdə və yaxud icra edə bilmədikdə dediyim, yəni tamamilə icra etmək qabiliyyətini itirdikdə, daha doğrusu bu olur. İcra etmək qabiliyyətini tamamilə itirdikdə. Yəni məntiqlə eynidir, amma yenə də siz belə yadınızda saxlayın, itirdikdə. Bu zaman nə baş verir? Bu zaman Milli Məclisin təşəbbüsü olur Konstitusiya məhkəməsinə və Konstitusiya məhkəməsi nəticə olaraq sonda, bilirsiniz, Konstitusiya məhkəməsinin 9 hakimi var və əgər 6 hakim bununla bağlı qərar qəbul eləyirsə, buradan da yazıram 6, o zaman prezident vəzifədən getmiş sayılır. Bu da bizim ikinci halımızdır ki, prezident vəzifədən getmiş sayılır. Hə, bir də var, üçüncü məsələ var. Üçüncü məsələni də deyim, impeachment qaydadadır. Impeachment qaydada nədir? Prezident ağır cinayət törətdikdə, o zaman Konstitusiya məhkəməsi, burada Milli Məclis təşəbbüs göstərir. Burada isə Konstitusiya məhkəməsi təşəbbüs göstərir Milli Məclis qarşısında və Milli Məclis də Ali Məhkəmənin 30 gün ərzində verilən rəyi ilə Ali Məhkəmə yazaq və 30 gün yazaq. Rəyi əsasında 95 səs çoxluğu ilə qərar qəbul eləyir. Bu qərar göndərilir sonra Konstitusiya məhkəməsinə və nəticədə Konstitusiya məhkəməsi bununla bağlı qərar qəbul eləyir. Bu arada onu da deyim ki, uşaqlar, qərar qəbul eləməsə Konstitusiya məhkəməsi, bax bu qüvvəyə minmir. Məsələ burada onunla gedir. Sonra görək digər nəyə baxaq biz? Digər baxırıq. Maddəmizdə yadımdan da çıxmışdı uşaqlar, icra. İndi fikirləşin ki, prezident vəzifədən getdi. Bax, bu 3 hal var da. Bədim, istefa ərizəsini yazdı və yaxud öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdi, yaxud da ki, impeachment qaydada vəzifədən kənarlaşdırıldı. Bu vəzifədən kənarlaşdırılmadır. Bəs onda nə baş verir? O zaman 60 gün müddətində növbədən kənar seçkilər olur. Bu arada növbədənkənar seçkiləri də Azərbaycan Respublikasının prezidenti elan edə bilər. Onu da deyim, yadınızda saxlayın. 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilir və bu 60 gün ərzində necə olur? Bəs kim icra eləsin prezident vəzifəsini? Axı yoxdur. İlk olaraq birinci vitse-prezident olacaq. Yazıram, birinci vitse-prezident. Bu vəzifəni tutmuş sayılır. Əgər birinci vitse-prezident də
icra edə bilməsə, o zaman Azərbaycan Respublikası prezidentinin müəyyən etdiyi ardıcıllıqla vitse-prezidentlər hansı ki var idi, indi bizdə yoxdur vəzifədə hal-hazırda onlar. O vitse-prezidentlər, onların biri, hansı ki ardıcıllığı prezident müəyyən eləmişdi. Onlar birinci vitse-prezident belə deyim, vəzifəsini götürmüş sayılır və prezident vəzifəsini icra eləyir. Elə belə deyim, fikriniz yayılmasın, vitse-prezident yazıram. Bu da olmayanda, bu da icra eləyənməyəndə baş nazirdir. Baş nazir də əgər bu vəzifəni icra edə bilmirsə və yaxud da ki, digər səbəb olarsa, Milli Məclisin sədri. Bax, prezident vəzifəsinin ardıcıllıqla bu şəxslər, belə deyim, icra eləyir. Yəni, bu da olmasa sonra Milli Məclis bununla bağlı hansı vəzifəli şəxsi təyin eləyəcəklər bu 60 gün ərzində, bax, bununla bağlı qərar qəbul eləyir. Bax, bu da imtahanlarda düşür uşaqlar. Önəmli məsələdən biridir, yadınızda saxlayırsınız. Sonra 60 gün müddətində prezident seçkiləri keçiriləcək, yeni prezident təyin olunacaq. Yəni, bax, bu proses belə olur. İndi görək nəyə baxaq. Bu arada prezident toxunulmazlıq hüququna malikdir. Onu da yadınızda saxlayın. Yəni, səlahiyyət müddəti ərzində yox, ümumiyyətcə toxunulmazlıq hüququna malikdir. Mütləq şəkildə bunu yadımızda saxlayırıq. Yəni, bunun səlahiyyət müddətinə heç bir adiyyatı yoxdur. Növbədə danışmaq istədiyim məsələdən biri də prezidentin də təminatı, ailəsi və yaxud ailəsinin təhlükəsizliyində xüsusi mühafizə xidmətləri təmin edir və s. Və onu da deyim ki, əvvəllər prezident seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən olunur. Uşaqlar, önəmli məsələdir. Bunu mütləq yadınızda saxlayın. İmtahanlarda düşə bilər. Gəlin prezidentin səlahiyyətlərindən baxaq görək. Prezidentin səlahiyyətləri çoxdur. Amma indi biz bunun hamısını yaza bilmərik. 32 səlahiyyəti var. Amma bu 32 səlahiyyətin hamısını yazmaq fikrim yoxdur. Çünki biz bunun bəzilərini qanunverici hakimiyyətdə keçmişdik. Məsələn, ombudsmanın seçilməsi ilə bağlı təqdimat verirdi. Baş naziri vəzifəyə təyin eləyir, düzdürmü? Gəlin yazaq. Bax, baş naziri vəzifəyə təyin eləyir. Amma vəzifədən də azad eləyir. Düzdür, vəzifəyə təyin eləyəndə Milli Məclisin razılığını alır. Amma vəzifədən azad edəndə yox. Baş prokuroru vəzifəyə təyin eləyir. Nazirlər Kabinetinin üzvlərinin vəzifəyə təyin eləyir. Nazirlər Kabinetinin üzvlərin. Daha sonra burada prezident administrasiyasını təşkil eləyir. Rəhbərini təyin eləyir administrasiya. Təhlükəsizlik şurası yaradır. Əfv eləyir. Əfv etmə bilsiz vardı, prezidentdə idi. Amma amnistiya qanunverici hakimiyyətdədir. Sonra təltif eləyir, fəxri fərman, yəni və s. Fəxri fərman deyirəm, yəni təltif olunma da prezidentdədir. Xüsusi fəxri adların verilməsi məsələsi var. Məsələn, Azərbaycan Respublikasının əməkdar artisti və s. Daha sonra hansılar var? Zəruri hallarda Nazirlər Kabinetinə sədrlik eləyir, amma əsas sədrliyi baş nazir eləyirdi. Zəruri halda prezident sədrlik eləyirdi. Daha sonra müddətli həqiqi hərbi qulluqçuların ehtiyata buraxılması məsələsinə baxır, yəni o həll eləyir. Əfv eləməni dediyim siyasi sığıncaq məsələsi də prezidentdədir. Siyasi sığıncaq. Və daha sonra görək burada hansılar var. İqtisadi və sosial proqramları təsdiq eləyir. Və s. uşaqlar, bir-bir bunları deməyə ehtiyac yoxdur. İqtisadi və sosial proqramların təsdiqi və daha sonra silahlı qüvvələrdə, ali hərbi rütbələrdə prezident verir, bilirsiniz, general rütbələrini prezident verir və s. Bax, bu prezidentin səlahiyyətləri də əlbəttə ki, bunun hamısını deməyə ehtiyac yoxdur. Çünki biz qanunverici hakimiyyətdə də bir çoxsuna baxmışdıq. Hə, bir məsələndə deyim uşaqlar, bu önəmli məsələdir. Bax, Mərkəzi Bankın idarə heyətinin rəhbərin təyin eləyir. Amma ümumilikdə idarə heyətinin üzvləri Milli Məclis təyin eləyir prezidentin təqdimatı ilə. Bax, belə Konstitusiya Məhkəməsidir, Ali Məhkəmədə, Apellyasiya Məhkəməsi hakimlərinin təqdimatını verir ki, Milli Məclisə Milli Məclis onları təyin eləsin və s. Yəni, bu kimi səlahiyyətləri var. Bu qədər uzun danışmağa ehtiyac yoxdur. Və qanunları imzalayır, dərc edir. Elə qanunların imzalanmasından danışanda, gəlin bundan da danışaq sizə. Önəmli məsələdir. Qanunlardan danışaq. Baxın, Milli Məclisdə bilirsiniz, qanun qərar layihələri var və bu qanunlar qəbul olunandan sonra prezidentə imzalamaq üçün göndərilirdi və prezident bunu 56 gün ərzində imzalayır. Və onu da deyim ki, prezident bu qanunları imzalamayıb geri göndərə bilər. Məsələ nədir?
Əgər 63 səslə qəbul olunan qanunlar yenidən Milli Məclisdə 83 səslə qəbul olunarsa, 83 ilə qəbul olunanlar isə Milli Məclisdə 95 səs çoxluğu ilə qəbul olarsa, o zaman prezidentin imzalanmasına ehtiyac olmur. Yəni bu qanunlar qüvvəyə minir. Amma Konstitusiya qanunlarında isə bu istisnadır. Konstitusiya qanunları mütləq şəkildə prezident tərəfindən imzalanmalıdır. Prezident imza. Yəni mütləq şəkildə imzalanmalıdır ki, qüvvəyə minsin. Belə bir şey yoxdur ki, orada bunu yenidən gedək Milli Məclisə göndərək ki, qəbul olsun. Bax belə. Bu da bizim qanunlarımız. Daha sonra görək hansı məsələmiz var. Hərbi vəziyyət və fövqəladə vəziyyətə baxaq. Bir var hərbi vəziyyət, bir də var fövqəladə vəziyyət. Baxın, hərbi vəziyyət budur ki, bu xaricdən gələn təhlükələrdir. Yəni ərazimiz işğal olunursa, ərazimiz blokadaya alınırsa, yəni bu kimi məsələlərdə Prezident Azərbaycan Respublikasının baxın, ayrı-ayrı və bütün ərazisində, hərbi vəziyyət elan edir. Bu da elə prezidentin səlahiyyətidir. Və onu da deyim ki, bilirsiniz, bununla bağlı, hərbi vəziyyətlə bağlı fərman 24 saat müddətində Milli Məclisin təsdiqinə verilir. Eyni şəkildə də fövqəladə hallarla bağlı. Fövqəladə hal isə daxildə olan məsələlərdir. Yəni, məsələn, epizodiyalar, indi nə olduğunu deyəcəm, olarsa və yaxud da ki, Azərbaycan Respublikasının vətəndaşlarının, belə deyim, fəaliyyəti üçün təhlükə olarsa və yaxud dövlət orqanlarının fəaliyyəti üçün artıq təhlükələr olarsa, daha sonra böyük ekoloji və başqa qəzalar baş verərsə, epidemiyalar, təbii fəlakətdə, yəni bu kimi məsələlər olarsa, əlbəttə ki, təbii fəlakət yazaq, daha sonra böyük ekoloji qəzalar yazaq və s. Yəni bu kimi məsələlər olarsa, fövqəladə hal ayrı-ayrı, Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərində, belə deyək, tətbiq olunacaq. Bununla bağlı da prezidentin qəbul etdiyi fərman göndərilir Milli Məclisin təsdiqinə 24 saat ərzində. Epizodiyanın nə olduğunu mən sizə deyim. Epidemiya, epizodiya, buradan da epidemiya yazaq. Epizodiya budur ki, heyvanlar arasında yaranan kütləvi infeksiyon xəstəliklərdir. Bax belə, hərbi vəziyyətin, fövqəladə vəziyyətin nə olduğunu dedik. Xaricdən bir məsələ varsa, işğal, blokadaya alınma, müharibə elan eləyirsə bizə hər hansısa bir başqa ölkə, o zaman olur bu hərbi vəziyyət. Fövqəladə vəziyyəti də dedim, daxildə olan məsələlər və yaxud Azərbaycan ərazisində hər hansısa kütləvi bir ixtişaş olarsa, belə deyim, yəni halbuki onda dövlət orqanlarının fəaliyyəti üçün, belə deyim, artıq problem yaşayır və s. Yəni bu kimi məsələlərdə, yəni qiyam və dövlət çevrilişdə bunu demək istəyirdim. İxtişaş deyəndə bunu deyirəm. Bu halda fövqəladə hal tətbiq olunur. Bu da belə uşaqlar və bu aşağı hissədə yerimiz var. Burada yazaq. Prezidentin aktlarına baxaq. Prezidentin aktları hansılardır? Ümumi qaydalarla bağlı fərmandır. Digər məsələlərlə bağlı sərəncamdır. Yəni, məsələn, hər hansısa bir şəxsə fəxri ad verir, vəzifəyə təyin edir. Bu sərəncamdır. Ümumi məsələ ilə bağlı fərmandır. Yəni, normativ hüquqi akt deyirik də biz. Fərman artıq qəbul olunursa, bu artıq hamı üçün, belə deyək, məcbur bu qaydaya riayət olunmalıdır. Belə deyək, hamı riayət eləməlidir. Sərəncam isə bir şəxsin digər vəzifəyə təyin olunmasıdır və s. Yəni, normativ hüquqi aktlar dərsində bununla bağlı ətraflı danışacağam. Deyəsən, elə qanunverici hakimiyyətdə də bununla bağlı danışmışdım, amma indi buna ehtiyac yoxdur. Deyəsən, prezident haqqında hər bir şeydən danışdım mən sizə. Yəni də baxaram, uşaqlar, görüm, bəlkə nəyəsə gözümdən qaçırtmışam. Aktlarından danışdıq. Sonra hərbi vəziyyət, fövqəladə vəziyyət. Keçək Nazirlər Kabinetinə. Nazirlər Kabineti də önəmli məsələdir. Çünki biz ümumi icra hakimiyyətinə danışırıq da. Nazirlər Kabineti. Nazirlər Kabineti prezidentin yuxarı icra orqanıdır. Və prezidentin icra səlahiyyətlərini həyata keçirmək məqsədi ilə prezident tərəfindən yaradılıb və belə deyək, onun iş qaydasında prezident müəyyənləşdirir, iş qaydası prezident tərəfindən müəyyənləşdirilir. Zəruri hallarda prezident tərəfindən Nazirlər Kabinetinə
və də iclaslarında sədrlik eləyir, amma ümumi isə baş nazirdir. Bax belə. Daha sonra Nazirlər Kabinetinin tərkibində kimlər var? Nazirlər Kabinetinin tərkibində baş nazirdir, onun müavinləridir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləridir və s. Yəni bu kimi məsələlərdir. İndi keçirik Nazirlər Kabinetinin istifasında deyim. Azərbaycan Respublikasının yeni seçilmiş prezidenti vəzifəsini tutanda, icra eləyəndə artıq Nazirlər Kabineti istifa verməyə başlayır. Bu da belə. Sonra keçək digərlərinə. Baş nazirin təyin edilmə qaydası var. Baş nazirin təyin edilməsi bilirsiniz, prezident Milli Məclisin razılığını alır və vəzifəyə təyin eləyir. Amma vəzifədən azad edəndə baş naziri Milli Məclisin razılığını almır və baş nazirdə səlahiyyət müddəti ərzində toxunulmazlıq hüququ var, yəni şəxsi müayinə olunmur. Yalnız cinayət başında yaxalanırsa, bu barədə onu tutan orqan, yəni baş prokurorluğa verir. Baş prokurorun təqdimatı ilə prezident tərəfindən toxunulmazlığına xitam verilir. Bax belə. Sonra nədən danışaq sizə? Və onu da deyim ki, baş nazirin əgər bilirsiniz prezident razılıq almalı axı Milli Məclisdə. Milli Məclis əgər 3 dəfə razılıq verməsə buna, 3 dəfə razılıq verməsə, əsas önəmli məsələdən biri də budur. Və belə deyək, orada müəyyən müddət var. Müəyyən müddət nəyə deyirəm? Baş nazir vəzifəsinin namizədlik qərarı, yəni bir həftədən gec olmayaraq, bunu mütləq şəkildə yadınızda saxlayın, bir həftədən gec olmayaraq qəbul olunmalıdır Milli Məclisdə. Yəni bu kimi məsələlərə diqqət olunmasa, yəni bu qayda pozulsa, o zaman Milli Məclisin razılığı olmadan prezident təyin eləyə bilər. Milli Məclisin razılığına ehtiyac yoxdur. Yəni əsas bunu yadınızda saxlayın, imtahanda bu düşür. 3 dəfə Milli Məclis razılıq verməsə, o zaman prezident belə deyim, Milli Məclisin razılığı olmadan baş naziri təyin eləyə bilər. Sonra keçirik Nazirlər Kabinetinin səlahiyyətlərinə. Nazirlər Kabinetinin səlahiyyətləri hansılardır? İqtisadi və yaxud da ki, sosial proqramların təmin edir. Baxın, Nazirlər Kabineti əsas məsələsində açar sözümüz təmin etməklə bağlıdır, özünüz də görəsiniz. Və yaxud dövlət büdcəsinin icrasını təmin edir. Dövlət büdcəsinin icrasını təmin eləyir. Sonra dövlət büdcəsinin layihəsini hazırlayır. Dövlət büdcəsi yazıram, layihəsini hazırlayır. Prezidentə təqdim eləyir. Prezident də bunu Milli Məclisin təsdiqinə verirdi. Düzdürmü uşaqlar? Daha sonra hansılar var? Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik eləyir. Bax, bu Nazirlər Kabinetinin səlahiyyətləri budur. Və eyni şəkildə onların aktlarını da ləğv edir. Aktlarını yazıram, ləğv edir. Bax, bu bizim Nazirlər Kabinetinin səlahiyyətləridir. Baxın, təmin etmək sözünü gördünüz. Bilin ki, bu Nazirlər Kabinetinin səlahiyyətidir. Bu da belə. Nazirlər Kabinetinin aktlarından da yazdım. Heç bunu silməmiş. Nazirlər Kabinetinin aktlarına baxaq. Əgər ümumi məsələlərlə bağlı qərardır, digər məsələlərlə bağlı isə sərəncamdır. Uşaqlar, bunların nə olduğu, yəni fərqini necə müəyyənləşdirəcəksiniz, biz bunu qanunverici sistemi mövzumuzda o hissədə sizə danışacağam. Siz sadəcə bunları yadınızda saxlayın ki, Nazirlər Kabinetinin aktları ümumi məsələlərlə bağlı qərardır, digər məsələlərlə bağlı sərəncamdır. Və bunu Nazirlər Kabinetinin üzvlərinə dair namizədlərə tələblərdə ali təhsildir, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşlığıdır, ikili vətəndaşlığı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşları. Və daha sonra biz burada yerlərdə icra hakimiyyətinə baxaq. Yerlərdə icra hakimiyyətini icra başçıları həyata keçirir və icra başçıları da prezident tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Prezident tərəfindən vəzifəyə təyin olunur. Bu arada bunların hər hansı toxunulmazlıq falan elə məsələ yoxdur burada. Toxunulmazlıq hüququ yoxdur və ya səlahiyyət müddəti ərzində toxunulmaz deyirlər icra başçıları. Bax belə uşaqlar, güman edirəm ki, hər birinizə bu aydın olmuş oldu. Nə suallarınız olsa şərh hissəsinə yaza bilərsiniz. Mənim WhatsApp və Telegram qruplarıma üzv olub ən son məlumatları əldə edə bilərsiniz. Bir də dövlətqulluğu.net saytımız var. O sayta da daxil olaraq qanunvericilik fənnindən istənilən məlumatı əldə edə bilərsiniz. Bax belə dostlar, sağ olun.